Füzuli rayonu Horadiz şəhərində Azərbaycan Güləş Federasiyasının və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhid mayor Elnur Əliyevin anadan olmasının 50-ci il dönümünə həsr olunan sərbəst güləş üzrə 5-ci Respublika turniri keçirilib. Yarışın açılış mərasimində Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edən rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Teymurov, beynəlxalq dərəcəli hakim Tural Əliyev, şəhid mayor Elnur Əliyevin qardaşı polkovnik leytenant Amir Əliyev, şəhid valideyni İlqar Aslanov, Azərbaycan ordusunun qüdrətindən, aprel zəfərindən, həmçinin vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarında qazanılan şanlı qələbədən söhbət açıblar. Qeyd edilib ki, vətəni uğrunda canını fəda edən qəhrəmanlardan biri də şəhid mayor Elnur Əliyevdir. Onun şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Bildirilib ki, şəhid mayor Elnur Əliyev 1976-cı il avqustun 16-sında Füzuli rayonu Dədəli kəndində anadan olub. Hələ azyaşlı vaxtlarından erməni təcavüzünə şahid olan Elnur hərbiçi olmağa qərar verib. Hərbi lisey və Ali Hərbi Akademiyada hərb sillərinə yiyələnən Elnur zabit olaraq ordu sıralarında vətən keşiyində dayanıb. Aprel döyüşlərində qəhrəmanlıq nümayiş etdirən mayor Elnur Əliyev döyüşlər zamanı əsgərlərini qorumaq məqsədi ilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Elnur Əliyev döyüşlər zamanı göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə vətənə xidmətə görə ordeni ilə təltif edilib. Elnur Əliyev ailəli olub. Elvin və İlxan adında 2 oğlu yadigar qalıb. Çıxışlardan sonra yarışlara start verilib. Turnirdə ölkəmizin müxtəlif şəhər və rayonlarından gələn ümumilikdə 10 yaxın komandadan 100-ə yaxın pəhləvan müxtəlif çəki dərəcələri üzrə gücünü sınayıb. Bu günləri aprel döyüşlərindən şəhid olan mayor Elnur Əliyevin 50-ci yaş xatirəsinə həsr olunmuş Respublika 5-ci Respublika turniri keçirildi. Respublikanın müxtəlif rayonlarından iştirakçılar, idmançılar iştirak edirdi. Bu tədbirin keçirilməsi gənclərimizdə vətənpərvərlik hissinin aşılanmasından ibarətdir. Yəni, biz onu sübut edirik ki, Azərbaycan xalqının belə mərd, igid minlərlə oğulları var. Maraqlı və gərgin keçən mübarizələrdə qalib komandalar müəyyənləşib. Yarışın sonunda qaliblər medallar və fəxri fərmanlarla təltif ediliblər. Həmçinin onlara hədiyyələr təqdim olunub. Qaliblərin təltif edilməsində beynəlxalq dərəcəli hakim Tural Əliyev, şəhid mayor Elnur Əliyevin qardaşı Amid Əliyev, həmçinin şəhid atası İlqar Aslanov da iştirak edib. Qalib pəhləvanlarla xatirə şəkli çəkdirilib. Aydın Yavərzadə, Yusif Əliyev bu gün informasiya proqramı üçün.